kişi sizi niyə eşitmir? 3 pozisiyada olanda kişi sizi eşitmir. Siz də məni eşidin də, babayaq dedim. Əgər siz uşaq pozisiyasındasınızsa, yəni ki, mən heç nəyə məsuliyyətini götürməyim, hər şey kişidən gözləyim, gecə-gündüz oturum gözləyim ki, bu nə vaxt gəlib məni tərifləyəcək, nə vaxt məni xoşbəxt eləyəcək, nə vaxt məni gəzməyə aparacaq, nə vaxt mənə pul verəcək, nə vaxt uşaqların hər şeyini ödəyəcək. Qadın heç nəyə cavab dedi, heç nə bilmir. Ancaq desin, gülsün, əylənsin, vəsə. Yəni o da necə də gözləyir ki, kişi bunu eləsin bunun üçün. Gözləyən pozisiyada və düşünür ki, məni olduğum kimi sevdi, mən beləyəm. Elə uşaqlığını dəyərli bilir. Məsuliyyət götürməməyi dəyərli bilir və oturur kişidən gözləyir. Bu gözləmə pozisiya, uşaq pozisiyasında kişi eşitmir. Uşaqları necə eşitmirlərsə, kişi eşitmir. Kişi ciddiyə almır, pul vermir. Uşağa nə deyirlər? Evim var. Geyimin var, yeməyin var, get dərslər oxu, get multikva bax. Qadına da yeməyin var, geyimin var, yaşadığın evin var, get serialva bax. Vəsə, ciddiyə almır, eşitməyəcək. O pozisiyadan çıxmasaz eşitməyəcək. İkinci pozisiya daha geniş deyirəm. Xidmətçi pozisiyası. Mən onun üçün hər şey eləyirəm. Gözləyirsiniz ki, o dəyər verəcək də sizə. Deyirsiniz, mən ona yemək bişirirəm, hər gün evini yığışdırıram, naskisini yuram, nə bilim, nə dedi onu eləyirəm, ora getmirəm, bunu eləmirəm. O mənə dəyər versin də. Siz dəyərinizi əməyinizə bağlayırsınız, xidmətə bağlayırsınız. Kişiyə maraqlı deyil o. Kişi eşitmir elə qadını. Sevmir də, hörmət də eləmir, xidmətçi kimi. Üçüncü pozisiyada dostigator, o qadınlar var, mənim sözümün üstünə söz qoya bilməz, mən heç nə deyə bilməz, mən nə dedim odur, o kimdir mənə bunu deyir, mən özüm nələr eləyərəm, kişiyə bir köpülü güvənmir, inanmır, fərsizdir, belədir, elədir, mindən söz deyir. Sonra gözləyir amma, gözləyir ki, öz dəyərini belə qadınlar əslində uğurları ilə, mən uğurluyamsa mən dəyərliyəm, mən maşın sürürəmsə dəyərliyəm, diplomum varsa dəyərliyəm, biznesim varsa dəyərliyəm, işim gücüm varsa dəyərliyəm, nə bilim, mən filan ölkələrə getmişəmsə dəyərliyəm. Dəyərini əməyinə bağlayır da, uğuruna bağlayır. Və gözləyir ki, kişi gələcək. Al. Kişi dəyər vermir. Eşitmir elə qadını. Kişi elə qadını rəqib görür. Kim kimi əzdidir. Qadın da elə davranır. Qadın da özünü yüksəltmək üçün bu üç qadının üçün də dəyər hissi yox. Bunlar heç bir özlərinə dəyər vermirlər. Dəyərlərini sübut eləyərək əldə eləmək istəyirlər. Biri xidməti ilə eləyir, deyir, nə olar mənim dəyərimi gör. Biri uşaq kimi davranır, heç nə eləmirəm, dəyərimi gör. Biri də mən uğurluyam, dəyərimi gör. Bu üçündə içində qadınların mən dəyərliyəm duyğusu olmur. Ona görə kişilər bunu eşitmir. Normal kişilərdən gəlir söhbət. Heç biri eşitmir. Bu qadınlar həyatına fərsiz, uğursuz, heç nə eləmək istəməyən, öz dəyərini bilməyən, qadını incidən, alçaldan belə kişilər gəlir. Niyə sübut edirlər ki, sən dəyərsizsən? Amma onlar elə bil ki, kişidədir günah, kişidədir problem. Bir də var öz dəyərini bilən qadının heç kimə ehtiyacı yoxdur. Heç kimin tərifinə ehtiyacı yoxdur. Heç kimin sözünə ehtiyacı yoxdur. O qadın özünü var eləyən qadındır. Yəni ki, özünə yetən qadındır. O qadın paylaşan qadın, o qadın verən qadındır. Yəni deyir, mən dəyərliyəm. Mən özümün nə qədər önəmli olduğumu, güclü olduğumu, zərif olduğumu, hər şeyə artıq layiq olduğumu. Yəni dəyər əldə etmək üçün əldən ayaqdan getməyə ehtiyacım yoxdur. Özümü sübut eləməyə, dəridən qabıqdan çıxmağa ehtiyacım yoxdur. Mən dəyərliyəm çünki mən varam. Bu qadın içində sevgi olan qadındır. Qorxuda yaşamayan qadındır ki, 365 gün biz bunun üzərində işləyirik. Çünki inciklik, qorxu, şikayət, narazı, bunlar hamısı içdə olan mən təkəm, mən yetərsizəm, mən layiq deyiləm travmalarından gəlir. Alçaldılma travmalarından gəlir ki, bunlar da uşaqlıqda yaşadılıb. Və bunlardan arınmış qadın bağışlamağı bacaran, mərhəmətli, hörmətli, başda özünə, bunu özünə verə bilməyən qadın heç vaxt əzdəməm, çölə verə bilmir. Artıq öz dəyərini biləndə kişinin dəyərini avtomatik bilir.
və kişi ilə mübarizəyə girib ona sübut eləyim, ona qulluq eləyim, ona xidmət eləyim, ona nələrsə eləyim şeyinə girmir. Bilir ki, o güclüdür. O deyir paylaşıram və kişi ilə kontaktda keçir. Yəni eşidir kişini, kişi də onu eşidir, danışır, dinləyir. Kişi deyir ki, bu şeydən xoşum gəlir, bundan xoşum gəlir, bunu sevirəm, bundan yadında saxlayır. Öz dünyasında yaşayıb belə olmalıdır deyə təzyiq eləmir, tənqid eləmir, üstünə getmir. Kişinin güclü tərəflərini də gözəl müşahidə eləyir, görür, bilir. Çünki özünü də bilir və mənfilərini də harda ki tez ruhdan düşür kişi, harda ki tez əsəbləşir, harda ki bacara bilmir, özgüvənsizlik yaşır, onları da gözəl bilir və onları inkişaf elətdirir kişidə. Tutaq ki bir situasiya olur, kişi deyir ki bacarmadım, olmadı. Gəlir ona 2-3 elə cümlə deyir ki, kişi oyanır, deyir, wow, mən kurtoyam, mən dünya ən super insanıyam, mən bacaracam. Ona o güvəni, inamı verir. Amma mənfidə olan qadın qorxuda, negativdə, şikayətdə, kişi düşəndə, stresdə olanda gəlir oradan vurur. Sən nə kişisən, bir köpüklü iş bacarmırsan, sən nə bilim nəsən, uşağına baxmadın, nə aliment ödəmədin, neynəmədin, yaxşı ata deyilsin, vurdu kişini, gördünüz? O kişi də sonra deyir ki, bu kişi niyə mən pul vermir? Kişi sən necə pul versin ki, sən o beldən aşağı sındırdın? Amma qaldırır ha qadın. Kişi o kişinin də özünün zəif tərəfləri var da, özü bilir, özünə belə etiraf eləmədiyi. Bax orada o qadın ki, harda ki orada qaldırır ha. Orada harda ki sən güclüsən, bacarsın. Bunu hiss eləyərək duran yerdə sözlə yox, duyğu ilə, bəzən bir baxışı ilə, bəzən bir toxunuşu ilə, bəzən bir kəlməsi ilə doğru zamanda doğru addım atıb doğru sözü deməyi bacaran qadını kişi itirməkdən qorxur. Başda o qadın heç vaxt kişini tənqid eləmir. Heç vaxt. Tənqidi də bayaq dediyim kimi eləyir. Tərifləyir, sonra öz hissinidir ki, sən belə davrananda mən üzüldüm, incindim, özümü güvənsiz hiss elədim, pis hiss elədim və kişinin də ki, instinkt olaraq qorunma var. Avtomatik qorunmağa bax. Avtomatikdir, ayda mən düz eləmədim. Amma qadın o cümləni dava eləyərək gözləyir. Kişi nəyisə düz eləməyib də, ola bilər hissli olub, əsəb olub, ya bilərək eləyib. Qadın deyir ki, mən də onu söyəcəm, dava eləyəcəm, təhqir eləyəcəm, belə aşağı sıvacam, o gəlib məndən üzr istəyəcək, deyəcək, bağışda səhv elədim. Heç vaxt kişilər belə davranmır. Nəinki kişi, heç kim. Sizi təhqir eləyən birini, ya sizi incidən, dəyərsiz eləyən birindən gəlib deyərsiniz, bağışda mən səhv elədim. Amma gəlib deyəndə başa salanda ki, bax sən yaxşısan, mən səni yaxşı görəm. Yəni mən müharibədə deyiləm, sənə hücum eləmirəm, səni incitmək istəmirəm. Sən mənim üçün dəyərlisən, hissini verib, yəni tərifi verəndə real, fakt, maskalı, oynayan, manipulativ yox ha, doğrudan. O hissi yaşadanda və sonra deyəndə ki, bax bu şey məni çox üzdü. Bunu necə həll eləyədi? Mən belə olsun, mənə uyğun deyil. Mən belə seçib yaşaya bilmirəm. Razılaşmıram. Çünki incinirəm. Kişi avtomatik bir də eləm. Sonra yenə tərif, yenə təşəkkür. Və kişi də düzdür də bu incindi. Yəni təkcə kişi deyil, indi kişi yazdınız deyə onu deyirəm. Bu hər kəsə aiddir. Bu anaya da aiddir, bacıya da aiddir, qardaşa da aiddir, uşağa da aiddir, iş yoldaşına da aiddir, müdiriyyətə aiddir. Hər kəsə də insanlıq belə bir şeydir. İnsanlar heç biri heç kimi incitmək istəmir. Ona görə indi sizin dediyinizə deyirəm, eşitmir çünki siz özünüzü eşitmirsiniz başda, avtomatik kişini eşitmirsiniz, ona görə o da sizi eşitmir. Siz özünüzü eşitməyə başlayanda, öz dəyərinizi biləndə ki, bunu 365 günlük kursda öyrənirik, sonra avtomatik kişini eşidirsiniz və kişi görür ki, siz onu eşitirsiniz. Və sizin kimi qadın yoxdur yer üzündə. Təsəvvür edin ki, belə bir qadını tapmaq necə çətindir. O kişinin ən böyük qorxusu odur ki, birdən bu mənim əlimdən gedir, birdən başqa bir kişi bunu əlimdən alar. Ona görə başlayır qorumağa, deyir, mənimdir, mənimdir, mən. Və başlayır sizin arzu istəklərinizi yerinə yetirməyə. Niyə? Çünki siz onu eşitdiniz, siz onu dəyərli hiss elədiniz. Onun ehtiyacı olan hissləri, düşüncələri, sözləri, fikri hamısını ona yaşadırsınız. O özünü güclü hiss edir, onu olduğu kimi qəbul edirsiniz.
və o sizin yanınızda daha da güclənir, inkişaf edir və sizin də diqqətiniz uşağım nə dedi, qaynana nə dedi, aliment ödəm, bunda olmama, gələndə evə çörək al, bunda olmamalıdır. Sizin biraz planınız böyük olmalıdır. Kişinin gücünü görüb artırmaq. Dediyim kimi, əgər kişiniz tutaq ki, 3000, 5000 alırsa, siz gedib ona gəl mənə milyon dollarlıq falan şey al deyəndə o kişi stresli deyəcək, bu nə danışır, bu yenə uşaq pozisiyasına düşür. Bir də var desən ki, indiki maaşını 5% necə olsa artıra bilərsən, çünki falan şeyimiz olsa nə gözəl olardı. Kişi deyir, niyə də mənim nəyimə lazımdır və elə bir səhnə qurmalısınız ki, elə bir fayda yaratmalısınız ki, siz danışanda, təsvir eləyəndə, aparıb göstərəndə lap, işte hə, düz deyir, gedin bir baxım görüm. Və yenə seçimi ona verirsiniz, yenə qərarı, son qərarı kişiyə verirsiniz. Və o razılanışana qədər onu yumuşaq sevgi ilə yönləndirirsiniz. Təzyiq, sən bir köpüklü kişi deyilsən, sən filan şeyi mənə almadın, bir gül də almırsan, bir şey kişi deyil, başladı yenə. Onda deyir, dəyərli olsaydın ala, layiq deyilsən ki, almıram. Başa düşürsünüz hansı cavabı alırsınız siz negativ ötürəndə. Amma pozitiv ötürəndə ola bilər bir gündə tutaq ki 20-30 ildir kişi nə yaşamısınız, əgər sizə gül almayıb. Şimdi bir gündə gedib onu deyib, tərifləyib, sonra səhərsi gün. Bu didim eləmədi deyil də. Çünki öyrəşdirmisiniz onu 30 il. Bir müddət onun üstündə işləmək lazımdır. Amma dediyim kimi o etapa gələnə qədər özünüzü dəyişməlisiniz. Yəni özünüzü qorxudan, şikayətdən, negativdən, keçmişdən buraxıb bağışlama sisteminə keçib, mərhəmətli olub, dəyərli qadın roluna girib, onu qəbul eləyib, elə davranıb, elə yanaşmalısınız. Başda birinci özünüzə bunu verməlisiniz. Özünüzə verə bilmədinizsə, bunu heç kimə verə bilməyəcəksiniz. Verə bilməyəndə də ala bilmirsiniz. Düşünürəm ki, çox ətraflı izah elədim.